Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. Bir daha hörmətli cənab prezident, sizi Azərbaycanda səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Bir daha sizi prezident vəzifəsinə seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəri siz Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini göstərir. Xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bugün də bu belədir. Dövlətlər arası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər. Və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daima bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi böyük coğrafiya üçün önəmlidir. Azərbaycan və Gürcüstan birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri sözün əsl mənasında böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Və bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hal-hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaratmış və əslində orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bugün biz Cənubi Qafqazda orta dəhliz layihəsindən danışırıqsa, bu Azərbaycan və Gürcüstandan keçən dəhlizdir və ildən ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması da bizim birgə maraqlarımızda olan məsələdir. Və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Və ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. Mən bir daha cənab prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfərin Azərbaycana edilməsi və eyni zamanda Gürcüstanın baş naziri də seçkilərdən sonra ilk rəsmi səfəri Azərbaycana edib, yəni bu artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha sizə təşəkkürümü bildirirəm və sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.